Aktrisa Zümrüd Qasımova rejissor Səidə Akverdiyevanın qalmaqallı açıqlamasına dəstək olub. Bugün TV axşaması istinadən xəbər verir ki, aktrisa Akverdiyevanın haqqında sərt sözlər dediyi Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Nərmin Əhmədovanı heç kimin tanımadığını bildirib. Kukla Teatrının aktrisası Nərmin Əhmədova açıqlamasında deyib ki, bu ucuz reklam və ya şou mənə lazım deyil. Vallah, yox teatrı neçə ildir Kukla Teatrında yerləşir və bu söhbətlər çıxandan neçə adamdan soruşmuşam. Nərmin hansı aktrisadır? Heç kəs tanımır. Google-da da axtarış verdim, adı çıxmadı. Qeyd edək ki, Akverdiyeva teatrın direktoru olan həyat yoldaşı Rəşad Əhmədzadədən boşanma ərəfəsində olduğunu bildirib. O qeyd edib ki, buna səbəb ona göstərilən təzyiqlərdir. Səidə bu təzyiqləri isə Nərmin Əhmədovanın etdirdiyi iddiasını irəli sürüb. Amaliya Söhbət qızı, Bugün TV.